Dəyərli izləyicilər, İTX Maarifləndirir layihəsinin bugünkü buraxılışında həmkarım Rüstəm Müzəffərovla birlikdə WhatsApp platforması üzərindən həyata keçirilən kiberdəlilsizlik barədə danışacağıq. Rüstəm bəy, WhatsAppda yayılan bu yeni təhlükə nədir? Bu təhlükə zərərli fayl vasitəsilə yayılan bir hücum növüdür. İstifadəçi faylı açdıqda cihazdakı məlumatlara çıxış əldə olunur. Məqsəd istifadəçinin fərdi məlumatlarını, xüsusilə bank tətbiqlərindəki məlumatları ələ keçirməkdir. Proses sadə mesaj kimi göründüyü üçün çox asan yayılır. Bu hücum insanlara necə çatır? Hücum adətən tanış bir şəxsdən gəlmiş kimi görünən qısa mesajla başlayır. Mesajın içində kiçik bir fayl olur və insanlar təbii olaraq ona klikləyirlər. Fayl açılan kimi cihazda gizli proseslər işə düşür. Bu proseslər həm məlumat oğurlaya, həm də başqa kontaktlara avtomatik mesaj göndərə bilər. Bəs zərərli proqram istifadəçinin cihazında nə edir? Bu zərərli proqram fəaliyyətləri izləyir, açıq olan tətbiqlərə baxır. Xüsusilə maliyyə tətbiqləri açıq olduqda aktivləşir. İstifadəçinin daxil etdiyi məlumatları gizlicə ələ keçirə bilər. Ölkəmizdə də belə hallar aktualdırmı? Bəli, çünki WhatsAppda mesajların ölkə məhdudiyyəti yoxdur. Yoluxmuş bir istifadəçi istər-istəməz siyahısındakı hər kəsə mesaj göndərə bilər. Bu səbəbdən hücum çox sürətlə yayıla bilər. Sadə istifadəçi özünü necə qoruya bilər? Tanımadığınız və ya şübhəli görünən faylları heç vaxt açmayın. WhatsApp webdə sessiyalarınızı mütəmadi olaraq yoxlayın. Tətbiqin tövsiyə etdiyi təhlükəsizlik parametrlərini aktivləşdirin.